sizə faydalı olsun deyə düşündüm ki, elektrik enerjisinə necə qənaət etmək olar? Bu haqda bildiklərimdən sizinlə bölüşüm. Birinci, LED lampalara keçid etmək lazımdır. LED lampalar alarkən nələrə diqqət etmək lazımdır? Bu barədə video var, səhifədən izləyə bilərsiniz. Elektronik avadanlıqlar alarkən diqqətli olmalısınız. İlk növbədə özünüz bu barədə məlumatlanmalısınız. İnternetdə açıq-aydın hər şey var. Bataryan alırsınız, qabyan alırsınız, soyuducu alırsınız. Baxmaq lazımdır. Onların mühərrikinə baxmaq lazımdır. Baxmaq lazımdır ki, A+ nədir? Baxmaq lazımdır ki, A2+ nədir? A3+ nədir? Həmçinin də kondisioner alanda inverter mühərrik nədir? Dediklərim elektrik enerjisinə 30, 40, 50% qənaət edir. Ən əsası, həyət evlərində gidrafordan istifadə edirsiniz. Bilirsiniz, gidrafor hər dəfə işə düşəndə 800 vatlıq motor hər dəfə işə düşəndə 1400-1500 elektrik enerjisi sərf edir. Nə etmək lazımdır? Təbii ki, motorun işə düşmə sayını azaltmaq lazımdır. Onun üçün də genişlənmə, yenilənmə çənləri var. Onlardan quraşdırmaq lazımdır. Siz bunları etdikdən sonra elektrik enerjisinə 30, 40, 50% qənaət etmiş olarsınız. İzlədiyiniz üçün çox sağ olun. Videonu bəyənməyi, paylaşmağı unutmayın. Vatınız hər zaman güclü olsun.